Məktəblər arasında yaranan mübahisəyə valideynlər qoşulub, nəticədə bıçaqlanma baş verib. Hadisə Cəlilabadın Uzuntəpə kəndində baş verib. İlkin məlumata görə, iki məktəblər arasında yaranan mübahisədən sonra onların valideynləri Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər. Biri 9-cu sinifdə oxuyur, biri 5-ci sinifdə oxuyur. Sən bu 9 və 5-ci sinif uşağı necə qarışdırırsan bir məktəbdə, bir otaqda dərs verirsən bu uşağa? Həmən bu zərər çəkənin uşağı mənim qardaşım uşağına şillə atıb. Sonra təzədən bu uşaq dönüb, mənim qardaşım uşaqda təzədən buna bir şillə vurub. Bu ağlayıb, bunlar bu zülmədən buradan gəliblər evə. Hər iki uşaq gəlib öz valideyninə şikayət edib ki, bəs məktəbdə belə bir hadisə oldu. İlqar uşağını görüb, gəlib bu qaynim Nicatla, nəm oğlu ilə. Gəldi buradan Nicat eləyirdi, hüzurxahlıq eləyirdi. Deyibdi, bağışla, qələt eləyibdi, tapşıraram, tərbiyə verərəm, qoymaram bundan sonra, elə şey olmaz. Mən də istimə görə, desən, İlqarın uşağı ziyanxaf uşaqdır. Məktəbdə həmin uşağına girişir. O eləncə eləyibdi, çıxıb gedibdi. İddialara görə qonşuluqda yaşayan İlqar Quliyev axşam saatlarında yenidən Nicat Cəbiyevin evinə gəlib. Hətta bu dəfə uşağa zorakılıq da tətbiq edib. Tərəflər arasında baş verən mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinir. Gəldi Ali həyat demiş. Anne burada söyleyip, çalıp tapışırlı anla, başına ya da yumruq vurub, biz gözün söyleyip, gördük, belin yadı. Hayalancı elibdi. Mündür olsam sonra qapıya çıxmışım, gördüm burada dava. Geldim, haray. Gördüm İlqar yoxlub yerə, bu alimin də üz gözü pişindədir, bədəniyyədir. İlqar yoxlub yerə, üz gözü qandı. Bunda qardaşları, bahçıyadır, biri lapatka götürüb gəlir, biri çalıb götürüb gəlir. Füzul qardaşı var, Nəsiblə. Çalıbı aldım, atdım o yüzden, roxutluğa atdım. Dedim, bu xəstəni götürün, bura dava yeri döydü. Sonra davanı sakit göstərər. Mən də gəldim, oradan da çatdım həyətə. Mən çatana qədər görüm ki, polislər qardaşımı aparıblar. Bu zərər çəkən də həkimə aparırlar xəstəxanaya. Yaralı dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin verdikləri məlumata görə onun vəziyyəti ağır qiymətləndirilir. Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev isə polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Araşdırma aparılır. Elşən Feyzullayev, Ruzanna Kərimli, Xəzər xəbər.